dairəsinin genişləndirilməsi və inklüziv təhsil və təhsildə inklüzivlik məsələlərinin davamlı müzakirə platformasının yaradılmasından ibarətdir. Artıq 3-cü dəfə təşkil olunan beynəlxalq elmi praktiki konfransın əsas məqsədi inklüziv təhsilin təşkili, müəllim hazırlığı və inklüziv cəmiyyətin formalaşmasında təhsilin rolu ilə bağlı elmi müzakirələri təşviq etmək, eləcə də mövcud təcrübələrin paylaşılması üçün elmi platforma yaratmaqdır. Konfransın əsas məqsədi ali təhsil müəssisəsində kadr hazırlığı prosesində inklüziv təhsilin tələblərinin nəzərə alınması və bu istiqamətdə həm müxtəlif ali təhsil müəssisələri ilə birlikdə elmi müzakirələrin aparılması və eləcə də əldə edilmiş nəticələrin tədris prosesinə tətbiqi məqsədi daşıyır. Bilirsiniz ki, ölkəmizdə inklüziv təhsilin təşkili istiqamətində geniş fəaliyyətlər, geniş işlər görülməkdədir. Bütün ali təhsil müəssisələrində olduğu kimi Bakı Slavyan Universitetinin də üzərinə müəllim hazırlığı kontekstində böyük bir iş düşür. Əlaqələr il sayın rivajlanıb varmaqda. Bakı Slavyan Universiteti ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti arasında bütün sahələrdə əlaqələrimiz ildən ilə inkişaf edir. Hazırda bu iki ali məktəb arasında tələbə mübadiləsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri, eləcə də qarşılıqlı maraqlı sahələr üzrə müzakirələr aparılır. Mən düşünürəm ki, gələcəkdə bu işləri daha da inkişaf etdirəcəyik.